Bax bura, diqqətlə baxın. Keçmiş məktəbdir. Cahan xala da qaldı orada. Bax, keçmiş məktəb. Buradan gəlirəm. Buradan gəlirəm. Qəndili xalanın evidir. Qəndili xalanın evidir. Diqqətlə baxın, Qəndili xalanın evi. Keçirəm bu tərəfə. Burada Bərxudar kişi qalan ev bəylərin evi. Bu da bəylərin evidir. Bu bəylərin evidir. Bəylərin evi. Bəylər kişinin. Sonra, bax, diqqətlə baxın. Burada, bax, bu evdə Əşrəf müəllim evidir. Mahir maraqlansa baxa bilər. Dönürəm belə. Kəndin ən möhtəbər, belə hündür torpaq tullanan yerdən biri Əybun, İrzanın, Məmmədqulunun, Həsənqulu kişinin Ramazan yaşadıqları Həsənqulu kişinin zəhmətkeşin tikdiyi ev. Bax, fikir verin, baxın. Bax. Bu Həsənqulu kişinin tikdiyi 2 mərtəbəli evdir. Görün, necə də əzəmətlidir. Bax, fikir verin. Həsənqulu kişinin tikdiyi ev budur. Bu tərəf onun tövləsidir. Bura qədər aydındır.